biz analar üçün bir o qədər də qürur vericidir. Ona görə ki, 30 illik işğala bizim oğullarımızın sayəsində son qoyuldu. Xocalıdan qisasını aldılar. Ana bacılarımızın qeyrətin, namusun, yerə düşən o örpəyin, papağın namusun geri qaytardı bizim oğullarımız. Ona görə də biz bu oğullarla fəxr edirik. Həqiqətən də Xudayar balamızın oxuduğu o təsnifdəki kimi dastana döndü oğullarımız. Bir dastan yazdılar öz qanları ilə. Ömür boyda onlar unudulmayacaq. İstər Xudayar balamızın o təsnifində oxuduğu, istər ki, o təsnifdəki qeyd olunduğu kimi onların qanı ilə yazılan dastanlar daimi Azərbaycan xalqının yaddaşında olacaq. Allah ordumuzu, dövlətimizi qorusun. Allah hər birimizdən razı olsun. Allah hər birimizə də səbir dözüm versin. Amin. Oğlanlar hamısı seçilmiş oğlanlardır. Baxın bir-birindən gözəl, bir-birindən yaraşıqlı, qeyrətli, öz vətənini, torpağını, anasını, bacısını sevən oğlanlardır ki, onlar Xocalının qisasını aldılar. Bizim üzümüzü ağ elədilər hər bir cahanda. Xocalı işğal olunanda mənim oğlum anadan olmamışdı. Amma vaxt gəldi, yetişdi. Mənim oğlum Xocalıda, Xocalının, Xankəndinin azadlığı uğrunda öz qanından, canından, gözün qırpmadan o vətən uğrunda öz canından keçdi. Həmişə deyirdim, amma Xocalının qisası balaca idi. Universitetdə oxuyurdu. Deyirdim, amma Xocalının qisası, deyirdim, Qasim elə demə, deyirdi, yox mama. Deyirəm, bala, özün Xocalının elə qisasını, elə Xocalda da aldım bala. Min şükür ki, bunlar varımızdır.